Azərbaycanla Ermənistanın şərti sərhəddində gərginlik martdan bəri yüksəlib. Apreldən isə bu gərginlik az qala gündəlik hala çevrilib. Qarşı tərəf sanki sərhəd boyu ordumuzun səbrini sınağa çəkir. Tarix 2 aprel. Ermənistan tərəfi Keşişkənd rayonunun isti su yaşayış məntəqəsi istiqamətindən 10 dəqiqə boyunca bölmələrimizi fasiləsiz atəşə tutur. Növbəti tarix 6 aprel axşam saatlarından başlayaraq səhər saat 4:30-a dək davam edir. Bu dəfə təxribatlar Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərə istiqamətlərindən reallaşır. 8 apreldə isə Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələrindən mövqelərimizin atəşə tutulması 3 saatdan çox çəkir. 9 apreldə isə Azərbaycanın mövqeləri 2 dəfə atəşə məruz qalıb. İlk istiqamət Goruz rayonunun Xəznəvar və Xanazaq yaşayış məntəqələrinin qarşısındakı mövqelərimiz, ikinci istiqamət isə Tovuzqala rayonunun Müsüskənd istiqamətinin qarşısındakı ordumuzun mövqeləri. Və nəhayət 10 aprel tarixi saat 20:55-də Tovuzqala rayonunun Seyrək meşə istiqamətindən erməni silahlıları mövqelərimizi atəşə tutub. Ordumuz bu təxribatlara artıq adekvat cavab verib. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin şərtlərinin razılaşdırılması fonunda bu cür təxribatlar təzad təşkil edir. Paşinyan hökuməti qərbdə sülhdən dəm vurur, sərhəddə isə atəş əmri verir. İndi sual yaranır. Bu addımlar hərb və sülh adlı iki yol arasında qalan Ermənistanı hara apara bilər? Ermənistan əgər hərb yolunu seçərsə, bu ilk növbədə həmin ölkənin daxilində siyasi qarşıdurmaların alovlanmasına gətirib çıxaracaq. Məsələnin hərbi texniki tərəfi ilə bağlı da Ermənistanın üstünlük əldə etməsi mümkün olmayacaq. Hindistandan, Fransadan aldığı texnologiyalar, əldə etdiyi hərbi təyinatlı vasitələr mümkün olan hazırki imkanlarını da məhdudlaşdıra bilər. Sülhə və təhlükəsizliyə zərbə vurmaq üçün bu addımlar atılmaqdadır. Hesab edirəm ki, burada Ermənistanın əsas məqsədi bir tərəfdən qlobal müharibələr fonunda Cənubi Qafqaza diqqətləri yönəltməkdir. Digər tərəfdən isə Azərbaycanı təxribatlara çəkmək həvəsidir. Bu xüsusda Azərbaycanın irəli sürdüyü tələblər də legitimdir, beynəlxalq hüquqa və ədalətə əsaslanır. ATƏT-imiz qrupu buraxılmalı və Ermənistan konstitusiyası dəyişdirilməlidir. Görünən odur ki, Azərbaycan baş verə biləcək bütün ehtimallara hazırdır. Lakin Ermənistan nə istədiyinə dəqiq qərar verməlidir. Sülh sazişinə gəldikdə top ermənilərin tərəfindədir və mən bunu dəfələrlə söyləmişəm. Biz Ermənistandan bizim ərazi bütövlüyümüzlə bağlı nəyi gözləyirik və onların konstitusiyasına bağlı nəyi gözləyirik. Bu məlumdur. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər və beləliklə Cənub Qafqazda artıq inteqrasiya edilmiş bölgə üçün heç bir maneə olmayacaqdır. Azərbaycanın məqsədi bölgədə mütləq sülhə nail olmaqdır. Ermənistanın seçimi isə yalnız özünün deyil, regionun da gələcəyini müəyyən edəcək.